Herkes salamlayıram yoldaşlar. Ben hardasa bir 20-25 il olar bu işlə məşğulam, yəni bu göyərsinləri saxlayıram. 10 ildir, 10 ildən belə çox, hardasa bir 11 ilə yaxındır. Sırf mən bir nəslin üzərində işləyirəm ki, görüm onun nəticələri nə olacaq. Elə şeylər var ki, bilmirdik, yavaş-yavaş zamanla təcrübə topladıq, öyrəndik. İnşallah bu keçən yay sonuncu yayımızda tam istədiyim olmasa da istədiyimə yaxın bir nəticələr oldu. Ona görə mən indi bu il qışda 3 dənə ayrı-ayrı damazlıq yer elədim. İndi həmin o 3 damazlığın bu il inşallah Allah nəsib eləsə nəticələrinə baxacağam. Alınar, inşallah alınar. Alınmaz, nə bilim daha mən bundan sonra uçuşdu, gözdü. Onların başını bıraxacağam. Nədir budur? Saxlayacağam. Görək nə olur. Amma ehtimal edirəm ki, inşallah Allahın izni ilə nəticə olmalıdır. Yaxşı nəticələr olacaq Allahın izni ilə. Bura dənə düşən balaları, nə bilim, bala götürmədiyim böyük heyvanları atıram. Damazda kuşlanan biri oradadır, oradır. Biri bu polkanın o biri tərəfidir, biri də həyətdə qıraqdadır. Bütün qeydiyyatları da aparıram. Görək inşallah nə olacaq. Eyni nəsilli bir heyvan törəməsidir. Bunların hamısı bir dənə mayeyə gedir çıxır. Bir mayeyə, bir erkəyə gedir çıxır. Bu ümumiyyətlə mən bilməzdim bu kuşbazlığı bu qədər çətin bir işdir. Həqiqətən də çətindir. Nəticə istəyirsənsə bu işin professional olmalısan, bu işə əmək qoymalısan, burada zaman xərcləməlisən. Həyatın hardasa bir 10, 15, 20 indi baxır da insana görə dəyişir. Hissəsini ayırmalısan. Yoxsa biri alınmır.